və bu çaylar sonuç olaraq uşağın ölümünə səbəb olmuşdur. Türkiyədə təhsil aldığım dövrdə mənim üçün də çox maraqlı olan bir vaka haqqında sizə məlumat vermək istəyirəm. Bu xəstənin 16 yaşı var idi və xəstə kilolu, obez xəstə olduğu üçün arıqlama çaylarından istifadə edirdi. Və bu çaylar sonuç olaraq uşağın ölümünə səbəb olmuşdur. Çay istifadə etdiyi dövrdə ürəkdə ritm pozğunluğuna səbəb olmuşdur. Uşaqda gecə yatdığı vaxtı ani moment ürək dayanması müşahidə edilmişdir. Uşağın anası həkim olduğu üçün uşağın bu vəziyyətini erkən vaxtda aşkarlayıb və ürək masajı edərək uşağı geri döndərmişdir. Lakin həmin uşaq uzun müddətli reanimasiya yatışından sonra həyatını itirdi. Buradan analara səslənmək istəyirəm ki, əgər ergənlik dönəmində olan və obez övladınız varsa, hər hansısa bir çaylar və yaxud da ki, arıqlama həblərindən istifadə edərək bu problemin həllindən uzaq qaçın. Hal-hazırda obezitenin müalicəsi endokrinoloqlar tərəfindən yüksək səviyyədə aparılır. Obez xəstələri mütləq şəkildə endokrinoloqa müraciət edərək bu problemi aradan qaldıra bilər.